Uqba bin Amr'dan gələn hədisdə qala xaraca Rasulullah sallallahu aleyhi ve sellem. Allah Resulü sallallahu aleyhi ve sellem bir çıxdı. O nahnu fi suffa. Biz də suffadaydık. Yəni yer adı da oradaydıq. Eyyukum yuhibbu an yaghdura kulle yawmin ila budhan aw ila al-aqiq. Feyatiya minhu binaqatayn kawmamayn fi ghayri ismin wa la qat'i rahmin. Sizdən kim Budhan və Aqiq vadisinə gedib, oradan iki dəvə dolu yüklə gələr, qənimətlə gələr, günah etmədən və qohumluq münasibətlərini kəsmədən. Yəni, bu xeyirdir. Ona görə belə bir misal çəkir. Fəqulna ya Rasulullah nəhnu. Və biz dedik ki, ya Rasulullah biz nuhibbu zəlikə. Ya Rasulullah biz onu istəyərdik, olsun. Fəqulna ya Rasulullah nuhibbu zəlikə. Biz istəyərdik ki, o olsun yəni. Qalə əfələ yəğduru əhədukum iləl məscidi. Sizdən biriniz məscidə gəlmirmi? Yəni, gəlib fəya'ləmu əv yəqra'u əyəteyni min kitabillahi əzzə və cəl. Sizdən biriniz məscidə gələrək və Allahın kitabından 2 ayə oxusa bunu əldə edər. Xeyrun ləhu min naqateyn. Və hətta bunun üçün 2 dəvədən daha xeyirli olar. Və sələsətun xeyrun ləhu min sələsin və arba'un ləhu xeyrun min arba'in və min ədədihinnə minəl ibil. Yəni, neçə ayə oxuyarsa o ayələrin sayı qədər yəni dəvələrdən, dəvə yüklü qənimətdən daha xeyirli olar. Hədisi Müslim rəvayət edib.